Mən fikir verirəm bu vaxt son bir 2 ay deyim, 3 ay mı deyim, bu yəni bu təşkilat elə bir ki yaranıbdı, ortaya çıxıb. Yəni indiyə qədər biz belə bir şey eşitməmişdik. Son 1-2 aydır bu saqqallı, papaqlı insan çıxıb ortaya Xamnəyə qanı, Sistana qanı təqdir edir, yəni Allah onların bəlasını versin, onlar mənə pislik elədi. Belə elə, yəni deyirəm ki, son bu vaxta qədər niyə yox idi? Son 2-3 ayda ortaya çıxıb. Yox, 2-3 ayda deyil. Yəqin siz 2-3 ayda sizin qarşınıza çıxıbdı, amma bu məsələ 2-3 yəni siz ay sosial şəbəkədə parlamısınız da, yəni onu demək istəyirəm. sadəcə olaraq TikTok üzərindən bəli. Hardasa 1-2-3 ildir. Amma bu din çoxdan var. Yəni Şiə ailəsindənik, Şiəyik. Yəni hər biriniz də, yəni Şiəsinizsə gözləmisiniz də İmam Zaman ağamızın zuhur müjdəsini Salamondandır. Yəni bu gözlənilən bir şeydir. Yəni hamı gözləyibdi. Gözlədiyiniz də artıq çatmısınız da gözlədiyinizə. Yəni məsələ burada nədir? Məsələ burada odur ki, siz araşdırmırsınız, eşidirsiniz, görürsüz siz danışanda belə ifadənizdə belə qəribə sözlərdən istifadə edirsiniz. Papaqlı, saqqallı ifadəsi işlədirsiniz. Səmimi olsanız, siz xarici görünüşlə özünüz ilk növbədə baxışınızı mənfi qoymasanız, müsbət tərəfdən qoysanız və desəniz ki, çıxırlar, danışırlar, ənsardılar, Mehdi ailəsindən olduğunu deyirlər. İmam Zaman ağa zuhur edibdir, Peyğəmbərin vəsiyyətindən danışırlar. Səmimi olaraq gedib bunu araşdırırsınızmı? Yoxsa elə ekrandan görürsünüz və pis fikirlər yaranır və siz artıq həqiqəti axtarmaq istəmirsiniz.